Rusiya prezidenti Vladimir Putin Azərbaycan prezidenti İlham Əliyevlə görüşü Azala məxsus təyyarənin qəzaya uğramasına dair vəziyyətin müzakirə edilməsi ilə başlamağı təklif edib. Bu barədə məlumatı TASS yayıb. Bildirilib ki, Putin faciənin Rusiya səması üzərində baş verdiyinə görə üzr istədiyini xatırladıb. Görüşümüzü ən həssas mövzudan, bizim səmamızda baş verən aviasiya faciəsindən başlamaq istərdim. O vaxt bu faciənin məhz Rusiya səması üzərində baş verməsinə görə üzr istədim. Həlak olanların ailələrinə dərin hüzünlə başsağlığı verdim. Onun sözlərinə görə Rusiya təyyarəsinin qəzaya uğraması ilə bağlı istintaqa dəstəyini göstərir. Rusiya lideri qeyd edib ki, Azal təyyarəsinin qəzaya uğramasının səbəbi Ukraynaya məxsus 3 puanın səmada olması və Rusiya sərhədini keçməsi olub. Rusiyanın hava hücumunda müdafiə sistemi tərəfindən atılan 2 raket Azalın təyyarəsinə birbaşa dəyməyib, bir neçə metr aralıda partlayıb. Təyyarə çox güman ki, raketin elementləri ilə deyil, qırıntıları ilə vurulub. Putin həmçinin qeyd edib ki, Rusiya qəza ilə əlaqədar bu cür faciəvi hallarda təzminat ödənilməsinə dair tələb olunan hər şeyi edəcək. Xatırladaq ki, bugün Tacikistanın paytaxtı Düşənbədə Azərbaycan və Rusiya prezidentləri arasında təkbətək görüş keçirilir.